Salam dostlar, bugün sizlerle telefonda necə launcher qurulur və təzə ikonlar, yəni proqramlara aid ikonlar necə qurulur onu göstərəcəm. Əlimizdə indi 2 launcher var, amma bugün birini göstərəcəm. Bu launcherın adı Apex launcher'dır. Deyilir. İkon pack'imiz isə Zolopack'dir. Zolopack. O da ikisini de Google Play Store'dan yazan kimi elə birinci çıxan onlardır. Yaza bilərsiniz. Birinci gələk. Ana sayfaya girək. Birinci dəfə telefonunuz birinci dəfə necədir onu göstərək. Telefon belə cür olur. Yəni belə. Amma Apex Launcher, yəni Google Plus'un yanında olan Apex Launcher görürsünüz F şəklində. Odur. Onu yüklədikdən sonra isə telefonunuz dəyişir. Çıx işarəsi var ha. Bir çıx, bir də təmiz çıx. Ona basırıq. Apex Launcher, Nova Launcher var. Bu iki dənədir. Biri Nova Launcher'dır, biri Apex Launcher. Bugün sizə Apex Launcher'ı göstərdim. Basırıq Apex Launcher'ın üstünə. Və belə bir ekran gəlməyəcək. Belə başlat nəvimiz gələcək. Onlara basırsınız, başladırsınız, neyəsiz. Telefonunuzun əvvəlki proqramlarının ikonları necə idisə, elə gəldi. Zola'nı yüklədikdən sonrası Zola'ya giririk. Burada Apple'ın Wallpapers, Retro, bir də Crickle'ın. Bu Wallpapers'ın Retro'nun tam dəqiq bilmirəm, amma Apple'ın isə basırıq. Bu şey üçün neydi adı? İkonlar üçün. Burada həmin bu ikon hansı launcher'larda işləyə bilər onu göstərir. Apex'da, Nova'da, AVT'də, ADV'də, Action'da, Smart'da, Next'da, Go'da, Holo'da. İndi bizdə Apex'da Nova var. Qalanları yoxdur. Yəni özünüz bilin, hansını istəyirsiniz yaza bilərsiniz. İndi Apex'i göstərək. Apex'ə basırıq. Select your option and press and apply yazır. Sonra çıxır və belə olur.